Salam mənim dəyərli dostlarım. Necəsiz? Darıxmışdım sizin üçün. Neçə gündür toylardan videolar, daha doğrusu canlılar açıram, amma orada belə ünsiyyət qurmaq olmur. Səs küydən. Sizinlə bir məsələ var, onu bölüşəcəm indi. Fakt paylaşıram, fakt. Dodağı silikonlu oğlanlar deyir ki, yox, belə deyil, belədir. Kimisə tərəfini tutan dodağı silikonlu qədələr. Narahat olmayın. Sizə, sizin kimləri inanır? Mənə bığlı, saqqallı, əsl Azərbaycan kişiləri inanır. Hərənin öz kuruğu var. Deməli dostlar, xalq artisti Azərbaycan Respublikasının fərdi təqaüdçüsü, kino rejissor, senarist və aktyor Şeyx Əbdülmahmudbəyov Xəbər.com-a açıqlamasında bildirib ki, bu cür doğuşlara birdən əmələ gələn deyir. Biz nigahdan kənar sözünü elə bəzəmişik ki, indi hər kəs az qala qeyri-rəsmi nigahdan əkib doğmaq istəyir. Ona görə də belə doğuşları zinadan və birdən doğulan adlandırmalıyıq ki, hər kəsdə buna qarşı nifrət yaransın. Hətta el arasında birdən doğulan deyə söyüşün mövcud olması da təsadüfi deyil. Azərbaycan xalqı müxtəlif zamanlarda zinakarlığa qarşı konkret və obyektiv mövqe ortaya qoyub. Xalq artisti deyib ki, digər tərəfdən isə bununla məşğul olan orqanlar var. Bu işlə əlaqəli aidiyyatı qurumlar mövcuddur, lakin həmin qurumlar bu işə qarşı çox biganədirlər. Nəsə, sonrasını da qeyri-rəsmi nigahdan uşaq dünyaya gətirən adamlar dövlət tərəfindən amansızcasına cəzalandırılmalıdırlar. Bu Şeyx Əbdülün fikirləridir. Biri orada yazıb ki, kəbin varsa biz deyil. Bizim dövlət dini dövlət deyil canım. Biz hüquqi dövlətdə yaşayırıq. Ona görə də siz səhv salmayın. Və burada bu mənim fikrim deyil dediyim. Mən bu boyda dəyərli şəxsiyyət, ziyalı, bu insanın fikirlərini paylaşmışam. İndi çıxıb dodağı silikonlu oğlan, kuruğuna bax. Kuruğun budur sənin. Bu dodağı silikonlu oğlanlardan biri deyir ki, Şeyx Əbdülün deyir sözü, o fikir ola bilməz. Biri də nə bilim çıxıb indi deyir ki, məsəl üçün, Afət filan şey filan mənə fikir bildirir ki, yəqin ki, Afət yalan deyir. Mən baxmamışam, and olsun Allah'a baxmamışam. Mən ümumiyyətlə dodağı silikonlu oğlan görən kimi ötürürəm də, mənə pis təsir edir. Bizim xalqın kişiləri elə görkəmdə olanda mənə doğrudan pis təsir edir. Ona görə dostlar, baxın da, baxın. Görün, deyir, o keçən dəfə bir toyda da bir kişi gəlib toyda boş-boş danışırdı ki, niyə qışqırırsınız, səs çoxdur filan. Dedim, axsaqqal, xoşun gəlmir, çıx get. Bir lafa baxaram, bir lafı deyənə baxaram. İndi onunki olmasın. Bir lafa baxaram, bir lafı deyənə. Yəni bir söhbətə baxaram, bir söhbəti deyənə. Kim məni müzakirəyə qoyur? Səhifə adminlərinə sözüm buradandır. 50 manata, 100 manata. Sizi başa düşürəm, dolanışıq yeri yox, iş yeri yox. Amma sizə buradan xatırlatma edirəm, zaman gələcək, siz də həbsə atılacaqsınız. Çünki siz o qədər nahaq işlər görürsünüz. Görmürsünüz bu nə qədər nahaq işlər görülənlər, necə qanunsuzluq eləyənlər cəzalandırılır. Ona görə yüz ölçün, bir biçin. Mənim zamanım yoxdur. Zamanım olsa onları bir-bir vəkil də ayıraram. Bilirsiniz necədir? Vəkil ayırmalısan, vaxt ayırmalısan, o materialları tapıb verməlisən. Vəkilə yaxşı pul verməlisən, bəziləri kimi. Maya batdı. Vəkilə pul versən də. Eləsi var. Vəkilə nə bilim nə qədər pul verib, özdə bahalı vəkil. Bahalı vəkilə də özdə məsafə uzaq olanda da şey olur axı. Qiymət daha da qalxır. Neynəsin? Bəs adamı yandıran odur ki, bu qədər xərc-xərcdə zaman, vaxt geçsin, ortada da bir nəticə də yox. Elə hərə başının altına bir yastıq qoyur. Qaldı ki, məsələn, bu tərəfinə, yetim mən deyirsiniz, yəqin mən atama ölüb, anam ölüb, cavan qardaşım ölüb. Mən heç vaxt çıxıb saxta timsah göz yaşları tökməmişəm. Ağlayanda gəlib evimdə ağlamışam. Mən də insanam, mənim də ruhum var, mən də ağlaya bilirəm. Mən bu dəqiqə istəyirsiniz elə bir mövzu danışım. Burada ağlayayım, siz mənə hamınız yazın ki, bu bəzən elə bir, belə deyim, kütlə deyəcəm. Ona, o hissəyə kütlə deyirəm. Sosial şəbəkə, TikTokda göz yaşlarına inanan adamları nəzərdə tuturam. Onları bu dəqiqə asanlıqla 2 vur,
2-2 və buradan mən o gün də dedim təkrarçılıq kimi çıxmasın. Mənim adım efirdə ancaq Ayzaur çəkə bilər, Tolik çəkə bilər. Digərlərinə ixtiyar vermirəm, kimisə ora çağırtırım mənim şəklimi. Bax, Yalçın da adını çəkirəm. Yalçın, mənim şəklimi qoyma. Dostuq, qardaş. Qoyma, lazım deyil. Mənim efirə ehtiyacım yoxdur. Efirin mənə ehtiyacı var. Mənim kartıma, nömrəmə bağlıdır. Kartıma pul qoyun. Adımı çəkin də. Pulsuz xeyir ola, mən sizə xeyir verməliyim. Sizin efirdənsə mən bəzənərəm. Girərəm Food City-dən, çıxaram Sadavoddan. Onunla da qəşəng reklamlı, xalqın da içində olursan. Ya da Sədərəkdən girərəm, Binə bazarından çıxaram. Mənə lazım deyil, siz gəlirsiniz ora. Gələn müğənninin ağzını açıldı. Bilirsiniz, üzr istəyirəm ifadəmə görə. Konçinin adamlar var, məsələn. İtiriləsə heç nə yoxdur. Mən çıxım onlara nə baş qoşum, mənim adımı çəkib ağzına gələn deyənlərə. Mən cavab verə bilmərəm. Baxın, görün də kimlərdir, nə hansı yollarla nəyə gələndir. Mən axırıncı dəfə deyirəm, mənim adımı ancaq Tolik çəkə bilər, bir də Ayzaur çəkə bilər. Hörmət elədiyim. İndiyə qədər baxın, görün, kimlərisə bir-birinə qırdırıblarmı? Yox. Əksinə onlar odun üstünə su töküblər. Amma bu Yalçının verilişi ilə rəngarəng Zaur. Mən sizə qadağa qoyuram. Mənim adımı çəkməyin və şəklimi də oradan yığışdırın. Mənim ehtiyacım yoxdur sizə. Mən zaten televiziya ilə tanınmamışam. Mən televiziya o vaxtı tanıtmaq istəyəndə məndən pul istəyiblər. Qəpik-qəpik yığıb aparıb, bütün müğənnilərin çoxu o cür olmuşuq da. Mən YouTube-la tutuzdurmuşam, mən sosial şəbəkə ilə tutuzdurmuşam. Ondan sonra yalvarıblar ki, gəl yuxarı başa keç. Mənə lazım deyil. Mənə lazım deyil o cür, belə deyim ki, səviyyəsiz söhbətlər. Mən izləyicilərimə görə hərdən fikirləşirəm ki, izləyicilərim məni o cür tanımamalıdır axı. Dostlar, baxın, bu camiyyədə 2-3 savadlı müğənni varsa, onun savadlı və ziyalı. Yəni, mən küçədən sənətə gəlməmişəm, mən elmdən sənətə gəlmişəm. O birilər, bəzilərini deyirəm də, o, məsəl üçün, qız ərə getməyib, at evində biz doğanlar, helimdən gəlib, helimdən. Mən elmdən müğənniyə gəlmişəm, yəni mənim ali təhsili müəlliməyəm, mən fortepianistəm. Bizim evdə ən az xarici dil bilən mənəm, yəni 2 dil bilirəm, Azərbaycan, bir də Rus. Türk dili də elə bizim öz doğma dilimizə yaxın deyə o dili səsləndirmədim. Amma bizim ailədəkilər Alman dili, İngilis dili, hətta İspan dilini bilən ailə üzvlərim də var. Yəni, biz belə şeylərlə məşğul olmuşuq. Gözümüzü açıb evimizdə kitabxana görmüşük. Kənddəki evimizdən danışıram, Tovuzdakı evimizdən. Mən anadan olanda mən kitabxanaları, məsəl üçün, gözümü açıb görmüşəm, evdə kitab oxuyurlar belə. Bu, mənimlə söhbət salıb reklama, gündəmə gəlmək istəyənlərin də tərcümə halına baxın, mənim də. Ona görə də mən buradan bildirmək istəyirəm ki, bu bicdoğulan məsələləri Şeyx Əbdülün fikirlərdir. Yeni qoşulanlara xatırlatma eləyirəm bir də oxuyuram. Çox uzun oxumayacağım. Xalq artisti, Azərbaycan Respublikasının fərdi təqaüdçüsü, kino rejissor, senarist və aktyor Şeyx Əbdül Mahmudbəyov Azxəbər.com-a açıqlamasında bildirib ki, bu cür doğuşlara vicdan əmələ gələn deyir. Biz nikahdan kənar sözünü elə bəzəmişik ki, indi hər kəs az qala qeyri-rəsmi nikahdan əkib doğmaq istəyir. Ona görə də belə doğuşları zinadan və vicdan doğulan adlandırmalıyıq ki, hər kəsdə buna qarşı nifrət yaransın. Hətta el arasında vicdan doğulan deyə söyüşün mövcud olması da təsadüfi deyil. Azərbaycan xalqı müxtəlif zamanlarda zinakarlığa qarşı konkret və obyektiv mövqe ortaya qoyub. Nəysə, sonrasını oxumuram, uzundur, vaxtınızı almıram. Ona görə də, dostlar, bunu mənim üzərimə yıxmaq ki, sənin nəyinə lazım? Mən yox, bu boyda böyük şəxsiyyət, ziyalı danışır. Sonra Könül xanım var, dəyərli jurnalist, salamlayıram buradan. Üzündən əxlaq yağır, üzündən ədəb ərkan yağır. Necə gözəldir sosial şəbəkələrə girdikdə o cür xanımları görürsən. Məni də tənqid eləsin, nə olar ki, mən razıyam. Mən o cür düşünən beyinlərin məni tənqid eləməsinə razıyam. Mən özümlə bağlı 5 il əvvələ nəzər salıram. Bir də o söhbətə gəlirəm. Hər dəfə deyirəm ki, ola bilər eşitməyən dostlar olsun. Mən məsələn, Flora Kərimova məni təhqir etdikdə, bəli, təhqir. Mənə səhifəsində yazıb, hələ də oradadır. Biədəb sözlər, mən onları demək istəmirəm. Mən gərək cavab verməzdim. Təhqir idim, əşi. Nənəm yaşda xanımdır, yaxşı eləyib. Amma
İndi bunu belə demək asandır. Sizə tətbiq eləsəm valla siz də deyərsiniz ki, yox belə. Mən gərək ümumiyyətlə heç belə o qəşəng sözlərlə heç o cavabı da verməzdim də. Əslində mən onun xətrinə dəyən söz deməmişdim. O cavabı da verməzdim. Deyərdim yaxşı eləyib. Damla necə demişdi? Deyir yaxşı eləyib. Elə bilirsiniz Damlaya da nə qədər sözdür. Elə olduqda, bax mən səhvimi düzümü bilən adamım. Amma какой-нибудь səviyyəsi plintusdan aşağı olanlar kimlərsə. Yaxşı, sizə bir sual da verim. Mən öz işimdə görsəm ki, mənim işimdə axsımalar var belə məsələlərə görə. Elin gözündən düşmüşəm. Mən eləmərəm də çörəyimlə oynayıram. Sizi inandırım, o qədər real, ziyalı insanlardan. Birinci belə başlayırlar ki, hamını yaxşı tanıyır Afət xanım. Niyə baş qoşursunuz? Hamının həyatı hamıya bəllidir. Amma sonra deyirlər ki, çoxsu deyir ki, yerini göstərmək lazım idi. Çünki bilirsiniz, indi elə bir zəmanət ki, şəri danışan adama cavab verməyəndə də bir cavab vermirsən, iki cavab vermirsən, onda da bəzilər fikirləşir ki, yəqin bu düzdür ki, doğrudur ki. Baxın, şər danışan adamın tərəfini tutan kimi silikon dodaq, qaşını qırxıb alına çatdıran oğlanlar. Mənim vətənimin, mənim millətimin, mən düzdür biraz böyük deyirəm vətənim, millətim, bunu yaşlı sənətkarlar deməlidir. Yəni bizim millətimizin, bizim vətənimizin kişiləri qırxıq qaş, silikon dodaq olmaz, xaricdən düşmənlər baxıb gülür. Mənə baxın, görün kimlər dəyər verir, kimlər qiymət verir. Ziyalılar. Baxın, fikrimiz necə üst-üstə düşür Şeyx Əbdülbəylə. Dediyim odur ki, dostlar, qaldı. Zaman-zaman yazırsınız, Afət xanım, məsələn, mən Rusiyada ailə qurub köçmüşəm. Bunu da 22-ci ilin fevral ayında bəyan eləmişəm ki, əziz Rusiyada yaşayan Azərbaycanlılar, gəlirəm Rusiyaya, ailə qurub gəlirəm. Bura gəlməyimdən də niyə məmnunam? Birincisi, mənim geyimim bura uyğundur, buradakı Azərbaycanlılarımıza. Oradakılar da bizim Azərbaycanlılarımızdır, əlbəttə. Amma özünüz də yazırsınız videolarımın altında. Mən sevirəm örtülü geyinməyi. Biraz dekoltə giyinən kimi siz də narahat olursunuz ki, Afət xanım, bu geyimi sizə yaraşdırmadıq, çünki siz ziyalı xanımsınız. Mənim geyimim Rusiyada yaşayan Azərbaycanlıların geyimi ilə üst-üstə düşür, xəsiyyətim üst-üstə düşür. Yəni, və ən birinci də ailə qurub. Yəni, qadın ailə qurduğu yerə gedər də, qadın kişini olduğu yerə gətirməz ki. Ona görə, bir də ki, mən burada birinciyəm. Hansı səbəb? 3 səbəb deyəcəm, 3-ü də bir-birindən öndə olan səbəblərdir. Ən birinci səbəb ailə qurub gəlmişəm, ikinci səbəb. Yəni, zaksıma qədər də efirdə göstəriblər, deyilə bə zaksın hanı. İkinci səbəb, mən orada özünüz də görürdünüz ki, pandemiya düşənə qədər yaxşı idi işim. Pandemiyadan sonra dayandı mənim işim. Mən adlarını çəkməyəcəm. Müəyyən yerlərdə, indi bu mənəm televizorda mənə söz atan müğənilər var. Onlar gedib şou proqramda oxuyur da, orada mən də oxuyurdum. Yadınızda saxlayın, yaxşı pul qazanan, yaxşı toya dəvət alan müğənni şou proqramda oxumaz. Gedib orada, nə verirlər orada? 200 manatdan yuxarı pul vermirlər. Özüm belə öldürə 300-500 manat qoy versinlər. Yəni, bir də ki, işi gücü çox olan müğənni hər gün efirə çıxmır. Bir də dostlar, bu söz söhbətlərdə mən evimdə oturmuşam. Düzəmmi, səhvəmmi, onu qırağa qoyaq. Mən düzəm. Amma, bax, sizə bir sual verim. İndi oxuyacağım kommentləri. Dostlar, sizə sual verim. Evimdə oturmuşam, toydan gəlmişəm, səhərə yaxın yuxuya getmişəm, telefonların səsini almışam. Lazımdırmı kimsə efirdən çıxan mənim ünvanıma danışır? O deyil, indi mənim fanat səhifəm paylaşıb, Mehirdadı salamlayıram. Mənə sual verirlər vəfadan. Çıxıb tərk edirəm efiri. Deyirəm, mənə sual vermə. Gördünüz, o gün adını çəkmirəm, bir arvada da sual verdilər. Dedim, mən fikir bildirmirəm. Çox belə mənə xoş gəldi. Çünki abırlı adam elə olar da. Yəni, abırlı adam fikirləşər ki, mənə 60 yaşında, indi 60-da deyil, 62 yaşı var. 62 yaşında mənə qışda marujna lazımdır. Düz eləyir. Amma kim ki reklam axtarır, Zaur sənə sual verir, şəkil qoyur. Deyirəm, bura bax, zəhləm gedir Afətdən. Bunu da desin, desin, mənim zəhləm gedir ondan. Mahnısını oxumuşam deyə Afət mənə irad bildirib, deyir, oğru ilə bağırdı, doğrunun bağrı yarıldı. Desin ki, mahnısını oxumuşam, icazəsiz, hələ özünə da belə, yəni o şeylərə girmirəm, artıq onlar çoxdan olur, vaxtınızı almıram. Deyir, həm suçlu, həm güclü. Dediyim budur ki, desin, bilirsiniz nə var Zaur. Onun şəklini qoymuram, mən onun şəklini görə də zəhləm gedir, başım ağrır. Bunu dedə.
Bax, sizə sual verirəm. Lap Vəfanın buradan fanatlarını salamlayıram. Var kifayət qədər, onun da fanatları var. İndi Yalçına gələcəm. Yalçın Uğur yaxşı aparıcıdır, amma mənim adımı çəkməsin. Çəkməsin, istəmirəm. Mənim adımı mənlə veriliş olanda çəkər. Görürsünüz, mən Yalçının adını niyə çəkdim? Zavur inciməsin deyə ki, Zavur incimə. Verilişin formatı budur. Ağa deyir, sürdəriyə, öhtəsindən gələnmirsən elə. Yəqin kiməsə tabisən də, onlar deyir ki, şəkili qoyuruq. Qoymayın qardaş, Zavura da tapşırıram, Yalçına da tapşırıram. Mənim şəklimi yığın oradan, adımın A hərfini çəkməyin. Mənim sizin reklama ihtiyacım yoxdur. Sizin mənə ihtiyacınız var. Amma Tolikə, Ayzaura ixtiyar verirəm, çəkə bilərlər. Ehtiyacım yoxdur, yenə deyirəm. Amma ürəkləri istəsə, lafın gəlişi çəkə bilərlər. Çünki onlarda mən ədalət görürəm. Afət xan, biz ağdamlar sizi sevirik, ürəyimsiz. Var olun. Hə, indi mən Vəfanın fanatlarına sual verirəm. Dostlar, bax, kim səhvdir, kim düzdür, bunu qırağa qoyaq. Mənim fanatım videomu paylaşıb. Zavur mənə Vəfa ilə sual verir. Əsəbləşib studiyadan çıxıb gedirəm. Hə? Vəfaya sual verirlər. Vəfa niyə cavab verir? Niyə şər böhtanla cavab verir hətta? Niyə? Zavur mənim büyün şəklimi qoyubsa, mən məhkəməyə verəcəm Zavuru da. Qoya bilməz. Mən birinci xəbərdarlıq eləyirəm. Belə bir qanun var. Yox, görsəm sözümə baxmır. Onda polnu mənim konstitusyon hüququm var ki, mən məhkəməyə müraciət eləyirəm. Məhkəmə, bəli, qərar çıxardır ki, Afət Fərman qızının şəkli, adı çəkilməməlidir bu verilişdə. Ondan sonra o mənim adımı çəkərsə, artıq məhkəmə predmeti olacaq. Bugün mən bunu şifahi eləyirəm. Və belə də, Pabratski buradan deyirəm, Zavur, sən mənim şəklimi qoyursansa hər gün, deməli, mənlə çörək qazanırsan da, etiraf elə. O çörəyi onda bölməliyik biz. Xeyr ola, sən çörək qazanırsan, məni aşağıladıb. Olmaz, etmə belə şey, bir Azərbaycan kişisinə yaraşmaz. Yalçın yəqin etməz. Amma yox, Vəfaya da təhqir yazmayın, lazım deyil. Vəfanın fanatlarına sual verirəm. Bax, Vəfa səhvdir, düzdür, Afət səhvdir, düzdür. Bunları qırağa qoyun. Vəfa ilə işləyən Mika Vəfanın tərəfini tutacaq. Çünki Vəfa ilə işləyib pul qazan. Mən Mikaya 1 manat xeyir verməmişəm. Özdə mən o Mika inciməsin. Yəni mən həyatımda mən toyxanaya girəndə şampununu belə şumal oğlanla mən girə bilmərəm. Hələ sıra gün yanımda bir razı rezli qızla girmişdim. Hələ də ölüb yerə girirəm. Sankt-Peterburqda dostlarıma deyirəm ki, o qız özü əxlaqlı qız. İndi geyim uğursuz alınmışdı. Mən prodüserlə girmirəm toya. Mənim prodüserim kişi olur, bığlı, saqqallı. Səs rejissorları. Hansı şəhərə gedirəmsə, səs rejissoruna zəng edirəm, cibinə də bir 5000 pul qoyuram, rubl. Ki, mənə bugün burada, belə deyim ki, mikrofonuma və özümə, belə deyim də, dəstək də deyil, bir-birimizə kömək eləyək. Amma mənim nə bu silikon dodaq qızlara, qaşı qırxılmış oğlanlara, silikon dodaq oğlanlara ehtiyacım yoxdur, yanıma salım aparım. Mənim sənətim var. Mən bilirəm ki, mənim sənətimə görə insanların mənə ehtiyacı var. Mən toy oxumağa gedirəm. Mən orada ətrafıma kuruk yığıb toy adı ilə evdən çıxıb gedib mən. Ona görə o şeylərin ətrafın mənə ehtiyacı yoxdur. Amma bax, sual verirəm. Yenə axırıncı dəfə, üçüncü dəfə bu şeyləri ona görə danışıram. Dostlar, Afət səhvdimi, düzdürmü, Vəfa səhvdir, bunu qırağa qoyun. Bunu Allah gözəl bilir, kim səhvdir, düzdür. Elementar hamının həyat tərzi də ortadadır. Kim səhvdir, kim düzdür. Mən də tanıyırsınız, Vəfanı da tanıyırsınız. Kim səhvdir, düzdür. Vəfanın Zavura bir səs yazısını göndərdim. Efirdə deyir ki, Afətlə həyatda biz danışmamışıq. Necə danışmamışıq, Vəfa? Mən səni Mərdəkanda ad gününə çağırdım o vaxtı. Qaça-qaça gəldin, 1000 manata oxudun, getdin. Mərdəkanda bağda. Bilirsən də kimin bağında. Hə, sən indi o necə bizim ünsiyyətimiz yoxdur ki, gecə səhərə qədər biz telefonla danışmışıq. Da o mövzuları açmıram 2 nəfər arasında. Amma mən, sən desən ki, yox, onda mən həmin yerdən sənin görüntün olub, oxuduğun görüntü. Ya da ki, həmin orada olan müğənnilər kimlər? Ən uca varlıq da Allahdır. Allahımıza and olsun ki, mən Vəfanı 1000 manata məclisə çağırdım, gəldi, oxudu, getdi. Yəni, 1000 manat sözünü deyəndə aşağılamaq fikir elə demirəm. Yəni 1000 manat az pul deyil, nə olub ki? Zəhməti ilə pul qazanır, alqışlayıram. Şou proqramda neçə oxuyurlar ki? 200-300 manat oxuyurlar da. Dediyim odur ki, yəni bizim ünsiyyətimizin olduğunu da mən Zavura sübut eləmişəm. Vəfanın səslərini göndərmişəm. Mən onu ictimailəşdirə bilmirəm. Çünki məhkəmə predmeti olar. Yoxları bilirəm. Vəfa efirdən deyir, hacan, ay tövbə, mən Afətlə danışmamışam. Heç bizim ünsiyyət olmayıbdır. Yəni elementar, sonra iyunun 2-sində toyda olmuşuq.
Vəfa məni 5 ay sonra məhkəməyə verib, durub deyir ki, efirdən, Afət toyda mənə dedi ki, o şeyləri sənə demişəmsə, qələt eləmişəm, üzr istəyirəm. Hələ məhkəmə gedən vaxtı. Bunu dəfələrlə deyirəm ki, iyunun 2-si Şəmkirlərin toyudu, səhv eləmirəmsə, Moskvada Grand restoran. İyunun 2-sində məhkəmə var idi. Belə yalan. Ben niyə deyirdim ki, paylaşacağım Vəfa Zeynallı kağızını, sənədini? Niyə paylaşamadın? Niyə paylaşamadın Zeynallını? Gördün? Yəni o qədər yalanlarını tapıram. Mən nəyi deyirəm? İndi özü bilər. O özünə görə düzdür. Mən özümə görə düzəm. Haqq ədalət Allah görür. Niyə mənlə danışırsan? Niyə? Bax, mən evimdə oturmuşam. Mənim efirə ehtiyacım yoxdur. Xanım, niyə mənlə danışırsan? Niyə? Buradan izləyicilərə sual verirəm. 305 qoy biraz da yığılsın. Bax, pisəm də, mən pisəm. Pisəm, blok eləyin, çıxın gedin. Mən pisəmsə, pis olan adamdan adam efirdə sual veriləndə niyə danışır? Bax, sual verirəm. Tanzi xanım. Özdə bunu tərif yazanlar kimlərdir? İndi mənim fanatım Mehridat yazıb mənə atıb ki, Afət xanım, fake profillər. Yadınızda saxlayın. Mən boş bekar, nə də ki, əziyyətsiz pul qazanmıram ki, mən fake profillər açdıram, nələr, onun hamısına vaxt lazımdır, pul lazımdır. Niyə əgər söz, sənə sual verilir, bax, sual verirəm sizə, yazın cavabları oxuyacağım. Dostlar, efirə gəlir bu Vəfa, Vəfaya məndən sual verilir. Mənə sual veriləndə mən verilişi tərk elədim, cavab vermədim. Sonra o gün bir nəfərə də yenə bizlə bağlı sual verir, dedi cavab vermirəm, haqqımı kullandım. Mən sual verirəm, buna sual verilir, mənlə bağlı niyə cavab verir, niyə adımı çəkir? Cavab verin görüm. Bax, lab, mən pisəm də. Mən pisəm də, mən efirə çıxmıram ki. Baxın. Ay balam, Əliyev Said, Vəfa birinci mənim adımı çəkdi, çıxdı efirdən. Sonra Vəfa qədər oxu gəlsin, Allah and olsun, yarışaq. Muğamlardan oxuyub onu gör necə sustururam. Oxuyan, muğam oxuya bilən oxuyandır. Muğam oxuya bilməyən oxuyan deyil mənim aləmimdə. İndi Tolik o gün efirdə deyir ki, Şəbnəm Gül oxuduğu muğam deyil. Elə adını nə qoyursan qoy, muğama bənzər şeydir, hər nə. Gəlsin o muğama bənzər şeydən bir dənə sol seygah oxuyaq. Mən Ziya Makim oxuyanla, mikrofonla bir seygah oxuyan adamam. Mən nə bilim, sənətkarların belə deyim də, hansı səviyyədə sənətkarlığını dərindən dərk edən insanım. Yəni mən yenə deyirəm, Vəfa belə bomba qızdır elə, sizin sevirsiniz, düz eləyirsiniz də. Mən qızıl onluq deyiləm ki, hamınız məni sevəsiniz. Mən dollar zat deyiləm ki, məndən ötürü öləsiniz. Ay balam, efirə çıxıb niyə mənim adımı çəkir? Ondan sonra bütün bu situasiyalar sonra yaranır. Niyə? Öz də bilə-bilə ki, kimin adı Afətin? Afət dinç dayanar. Bir deyəsəm 15 dənə atacağım. Bax, orada yazırsınız Nazənin. Nazəndən sual veriblər, danışmayıb. Düz eləyib. Düppə düz eləyib. Görürsünüz. Amma Vəfa, sənə sual verilir. Niyə çəkirsən adımı? Özdə yaxşı, çəkirsən, əvvəla çəkməməlisən. Şər böhtanları sübut elədim. Bə deyirdin kağızı paylaşacağım sənədi. Bə niyə paylaşamadın? Vəfa Zeynallı kağızını. Niyə paylaşamadın? Sonra deyirlər Mika, o deyir ki, Vəfa düz deyir. Mika, məsələn, mən bığlı saqqallı kişinin sözünə inanıram. Belə yumru, şumal sifət oğlan sözünə inanıram. Çörək verib də Mika, Vəfa Mikaya. Çəkməsin adımı. Çəkdirən çəkir, çıxsın. Mən necə efiri tərk elədim? Nazənin necə çəkmədə? Dedi, fikir bildirmirəm. Bax, bütün burada yazılan iradlar bildirirsiniz məsələn mənə. Elə. Bütün o situasiyalar şeydən, efirdən sonra oldu. Efirdən əvvəl olmadı. Efirdən sonra mənim bu efirim budur. Mənim ehtiyacım yoxdur. Quran haqqı mənim televiziyaya ehtiyacım yoxdur. Mən televiziyalara o vaxtı, populyar olmayan vaxtı verdiyim pulları Bakı şəhərində 2 dənə 3 otaqlı ev alardım. Bəlkə də 3 dənə. Mənə ehtiyac yoxdur. Özdə mən dövlət televiziyası görən insanam. Mən o ədəb ərkanı, o kriterləri bilən adamam. Ay balam, sonra nə olubsa onu burada yazmayın. Mən əvvəldən danışıram. Gəlin bir-bir gedək. Birinci, mənim adımı niyə çəkirsən mən olmayan yerdə? Bilirsən ki, mən cavab haqqımı kullana bilməyəcəm. Niyə çəkirsən? Niyə? Bax, bundan başlayaq. Sonraki məsələlərdə düzəm, səhvəm. Onu Allaha həvalə eləyək elə. Faktları da qoydum ki, mən düzəm də. İndi sabah mən də gedim birinə bir tamfur dətir verim. Bir dəfə biri bir üzdən ırağa tamfur dətir. Gecədən mənə dedilər ki, sabah filan kəs səni söyləyəcək. Dedim, nə bildin? Dedi,
özünü belə xanım kimi aparan var idi. Tom Ford ətri alıb verib. Bir dodağı silikonlu, orientasiyasını dəyişmiş bir anam bacım olsun. Ona. Sonra mənə kim fikir bildirir? Sülük. Nə dadı sülükdür, nə dadını da bilmirəm. İndi də mənim də fanatlarım götürdü, onun videosunu qoydu ki, sən əvvəl belə olmusan, indi belə. Lazım deyil fanatlar. Nə siz onun videosunu yaymayın. Mənim izləyicilərim sülüklərə inanan izləyicilər deyil. Mikalara, sülüklərə, bunlara inanan izləyici deyil. Mənim izləyicilərim Şeyx Əbdül kimi sənətkarlara, ziyalılara qulaq asan, onlar səviyyəsinə dəyər verən izləyicilərdir. Axı, mən ali təhsilli müəlliməyəm. Mən 4 il universiteti, hətta 5 il, çünki sonra ailə qurduqdan sonra qiyabi elədik, 5 il oxudum. Ən azından universitet oxumaq bilirsiniz nədir? Səhər evdən çıxıb, axşam evə gəlirsən, disiplin bir həyat yaşayırsan, yuxudan qalxırsan, universitet. Elə bilirsən, elə hələ dərs oxumağı bir kənara qoyuram. Səhər yuxudan qalxıb, dərsə gedib, dərsdən də gəlmək özü bir əxlaqdır, ədəb ərkandır. Hansı müğənni eləyib bunu? Vurma cədvəlini bilmirlər. Burada yazın, vurma cədvəl. Allaha and olsun, düzəsiz belə. Bunların bir dənəsinin nə savadı var, nə təhsili var. Demirəm savadı təhsili olmayanlar, keyfiyyətsiz, yox. Amma savad təhsil, orta məktəbdə biz gözümüzü açırıq, valideynimizə deyir ki, oxumalısan, gedirik məktəbdə oxumalısan. İndi elə hər oxuyan molla Pənah vaqif ola bilməz ki. Yəni, oxumaq bilirsiniz nədir? Deməli, mən oxumayanlardan, oxuyanlar, mən yox, ziyalılar oxumayanlardan ali təhsildə bir pillə, nə deyir, ali təhsilim var, yoxsa orta təhsilin tərcümə halda. Bunlarda orta təhsil də yoxdur. Anadan doğulurlar. 8-9 yaşa çatanda kişi haqqında fikirləşirlər ki, kimin ərini, yəni bu savadsızlıqdan sonra hamıya demirəm, mən müğənni öz camiəmizdən danışıram ki, görək, bunu da çoxusunu özəl kanallar eləyir. Özəl kanal tas qoyubdur. 1500 manat, 2000 manat bir verilir. Bu müğənni də istəyir əl çörəyə çatsın. Mən müğənniyə bəraət qazandırmıram, ha. Özəl kanal sənətə görə efirə dəvət eləsə, pulu reklamlardan alsa, Türkiyə kimi. Mən bilən Türkiyədə elədir. Bu oxuyan qızlar onun bunun evini yıxıb evli kişilərdən pul müqabilində özlərini belə bu vəziyyətə qoymazlar da. Oradan pul da alıb aparıb özünə ev eşik qurmur, ha. Aparır verir efirə, nərindən də oradan çıxacaq, qonşuları bunu görəcək. Saçımda fenala, mən biraz belə səliqəsiz saç xoşlayıram. Şair təbiətli insanım, son vaxtlar şeir də yazmağım gəlir. Mahnılarımın şeirlərini, bəzilərini özüm yazıram. Təbiət aşıqıyım. Burada da yaşıllıq o qədərdir ona görə. Yəni, şair ruhlu adamlar təbiiliyi sevir. Arada bir sizə də cavab verim də. Mənim saçımdan danışma, əsas məsələdən danış. Məni alan alıb, allanıb, satan satıb, pullanıb. Mənim ələyim xəlbirim də göydə fırlanır. Neyinirsən ki, mənim saçım nədir, nə deyil. Gedərəm, fen də çəkərəm olar. Bu saç mənim deyilmi? Belə qarışdıraram da, daryaram da. O tema deyil. Mən evimdə necəyəmsə sizin qarşınızda da oyam. Mən yapmacıq deyiləm, valla. Sonra dostlar, bu yaxından bizim zaten Tovuzda hamı bir-birini tanıyır. Mənim anam 35-40 ilə yaxın müəllim olub. İngilis dili müəlliməsi. Özü onun zamanında biz Rusun tərkibində o vaxt yaşamışdıq deyə, o vaxtı da, Sovet vaxtında. Rus dili bizə asan ola bilərdi, amma İngilis dili neçə parakənddə 1-2 nəfər ola bilərdi. Yəni o cür ziyalı xanım olub. Eyni zamanda dövlət televiziyasında mən paylaşmışam. İndi hamının anası özünə görə əzizdir. Amma elə ana var, uşağını atır. Elə ana var, yəni onun da adı anadır. Amma mənim anam bizə ömür boyu başa salıb ki, bala, qanuni ailə qur, qanuni ərə get, qanuni uşaq doğ. Heç kimin ərindən özünü alçaldıb. Yəni bir oğlan danışır orada, alet deyəsən adı. Yəni tualet olma da. Yəni o elə deyir ki, özünə hörmət qoymayan, kimisə ərini özünə rava görən tualetdir. Bəli, bəli, Alman, İngilis dili var. Görsün, mənim izləyicilərim o qədər sağ. Görün, bir dənə burada təhqir var mənim canlımda. Çünki mənim canlımdır. Amma indi Mehridat mənə deyir ki, Afət xanım deyir, birdən deyir, fake profillərdən yazılanlara baxıb pis olarsınız. Deyirəm, Mehridat, mənim işimə görə bilirəm. Mənim işim axsıyarsa, mən dayandıraram. Cavab da vermərəm. Mən ancaq həmişə cavab verən tərəf olmuşam. Heç vaxt kiməsə sataşmamışam. Həmişə özümü müdafiə eləmişəm. Özdə kimə cavab vermişəmsə, onları adam yerinə sahib cavab vermişəm. Elə adamlar var, sataşır, görürsüz, cavab vermirəm. Çünki mən
ya qadına cavab verirəm, ya kişiyə. Mən bəlli deyilsə ki, bu qadındırmı, kişidirmi, mən onlara cavab vermirəm. Çıxar öyle bir cümlə işlədər ki, bir biədəb bir şey deyər, qalaram belə. Ona görə mən abırlı adamam. Baxmayaraq belə pafoslu danışığımda bu cür danışığım mənim biraz belə coşan danışıqdır da bu şeyləri. Amma bir yerə qədərdir də bu da. Dostlar, hələ bir video çəkmişəm, onu mən yayımlamıram. Çünki müəyyən şeylər var da, çox olmaz. İfrat dərəcədə insanları bezdirmək olmaz. İnsanlardan da buradan bu söz söhbətə görə mən izləyicilərimdən üzr istəyirəm ki, dostlar, mən sizin vaxtınızı belə şeylərlə məcbur aldım. Ona görə ki, bir dözdüm, iki dözdüm, axırda hətta yoldaşım həmişə mənə deyir ki, cavab vermə. Axırda onun özü mənə bildirdi ki, çıx cavab ver. Belə. Cavab verdim, axırda da ağladı, məsələ dayandı. Ağladı, Allah belə deyim ki, islah eləsin ki, olmaz. Zaur reyting tutacaq deyə sən çıxıb burada mənim adımı çəkməlisən. Yaxşıya pisə dəxli yoxdur, çəkmə də. Zaur elədi hamısını, bəli. Zaur elədi, Vəfa da getdi onun tırkasına. Məndə niyə eləyənmədi? Hətta məndə o söhbətə qədər ki, toya çağırarsam, mən ürəyimin dərinliyində çağırmayacağım halda yenə mən onu xalqın qarşısında küçük düşürməyib, böyülük məndə qalsın dedim ki, çağırıram. Amma tez dalınca dedim ki, amma gələməyəcək toy var. Çünki o çağırmamaq deməkdir. Yenə çağırmamağı da elə etik dərəcədə səsləndirdim ki, qoy Zaurun da sualı yerə düşmədi, Vəfanın da belə deyim ki, Vəfanın da haqqında pis demədim də mən o efirdə. Növbəti sual gələndə durdum, efir tərk elədim. Bəsdir də. Mən efirə çağırmışam, Vəfa, ayrı şey yoxdur. Zaten mənim ikinci bir belə deyim ki, hər məsələn mənim anamın adı olub Sədaqət, sənəd adı olub Müşkünaz. Məndə də iki adı olub. Mənim də adım Vəfa olub. Bu da ekskluziv. Bunu bir dəfə Zaurun efirində demişəm ki, mən 5-6 il oxumağa ara verdim. Orada mən evlər alıb remont edib satırdım. O işi çox qəşəng bacarıram. Ondan sonra bir 6 il o işlə məşğul olmuşam. Da belə evlər deyəndə bir dəfəyə 5 ev yox. Balaca bir 2 otaq alırdım, remont elirdim. 3 aya nə bilim 5-6 min pul tuturdum, tutmurdum belə. Sonra çünki o vaxt nə 100 manata, 200 manata toya gedən vaxtlarım idi çoxdan. Dedim bununla nə edə biləcəm, heç nə. Keçdim biznesə. Həm də sevirəm belə işlərdə, mən ev alıb, ev qurmaq, ev remont eləmək ən sevdiyim işdir. Həmin vaxt mən evlərimi satanda, telefon nömrəsi qoyanda Afət yazmırdım, Vəfa yazırdım adımı. İndi iş budur ki, mənim də adım Vəfa, mənə düşmən kəsilib, mahnımı oxuyub, özümə də sağ ol demək əvəzinə ağzına gələn deyə. Vəfa, məndən sənə sual verirlər, cavab vermə. Bir video çəkmişəm dostlar. Bundan sonra hansı efirdə kim mənimlə bağlı şər böhtan atılarsa 12 bal gücündə zəlzələ yaradan bir videodur. 12 bal gücündə zəlzələ yaradan. Mənim yoldaşım qoymadı o videonu paylaşım. Dostlar belə, indi sonradan qoşulan adamlar var. Dostlar, mən sual verirəm. O sonraki olan məsələləri sonra müzakirə edirik. Birincidən hələ başlayaq. Əvvəl birini, sonra 2, 3, 4, axırda 10-cuya fikir bildirərik. Moskvada evimdəyəm. Və bir də o deyir ki, Mika deyir ki, barışmaq, ay Mika, sən gəlib mənlə öpüşüb görüşürsən, mənə can, sizi haçan işbirliyi eləyək. Mənim prodüserim, mənim düşmənimlə gedib görüşməz. Mən qoymaram yox, özünün də, bu belə o düşmənimin düşməni, mənim dostumdur, dostumun düşməni də mənim düşmənimdir də, bu aksiyomadır. Sən gəlib, mən də fikirləşdim ki, Vəfa ortanı yumuşaldır. Barışmaq yox. Ev sahibi dedi, bəlkə ev sahibi idi, yoxsa kim idi, özü də bilir. Qadın dedi, bəlkə barışasınız. Gördüm, qadın həyəcanlıdır. Onun həyəcanını yatırmaq fikri ilə ona bildirdim ki, biz düşmən deyilik, bu deyil, bax, xoş gəlmişsiniz. Bu barışmağa cəhd eləməkdir ki. Vəfa Trump'ın zadın qızıdırmı ki, mən belə əldən ayaqdan gedəm ki, mən Trump'ın qızını itirdim. Kimdir ki Vəfa? Vəfa mənim üçün pışqıl balıqdır, heç kimdir. Yəni, o boyda mən akulalarla vuruşmuşam. Vəfa, yəni mənim üçün çox xırda da, yəni belə zərrə, yəni var ya yox. İndi Vəfanın məndən işi olub, mənim adımı çəkməsə Vəfa qabağa gedə bilmir. Axırıncı dəfə bu canlını açıram, mən nöqtəni qoyuram, o da niyə?
O dayandırdı, mən də dayandırdım. Çünki o başlamışdı. O başlamışdı, o dayandırdı, mən də dayandırdım. Nə ilə dayandırdı? Ağladı, göz yaşı qoydu ora. Deyəcəksiniz ki, verilişdə, nə bilim, papasının, bir adam ki, atasının varlığını dana, deyə ki, ölüb. Ailə bağlarına baxın. Mən ata adı gələndə bədənim əsir. Kaş mənim atam sağ olardı. Belə şikəst olardı, amma sağ olardı. Amma ata sağkən ataya deyir, ölüb. Ailə bağlarına baxın. Baxın da, mənim ailəm sağlam ailə olub. Mənim atam da olub, anam da olub. Ata sevgisi görmüşəm, ana sevgisi görmüşəm. Dediyim odur ki, mən demirəm, indi o da hər bir taleyi var. Allah ona da xoşbəxtçilik nəsib eləsin. Get, balalarım var, başını salla, onlarla məşğul ol. Çıxıb efirdə afət. Bir daha buradan deyirəm ha, adım çəkilər ya yaxşıya ya pisliyə. 12 bal gücündə zəlzələ yarana bilər. Məcazi mənada deyirəm. Ağıllı olun, efirlərə deyirəm. Dediyim 2 efir. Yalçın Uğur reklam edirəm, bax Yalçın səni. Bir də Zaur rəngarəng. Mən niyə həm də Yalçının adını çəkirəm? Zaur deməsin ki, mənə qarşı. Yəni öz dostumun da adını çəkib deyirəm ki, çəkmə mənim adım, lazım deyil. Lazım deyil. Səni də Moskvaya ona görə çağırırdım ki, sənin Moskvaya ehtiyacım var idi. Mənim verilişinə ehtiyacım yox idi. Gəlib Moskvanı gəzirdim. Veriliş də bir bəhanə idi. Ürəyin istəyər, verilişsiz gəl. Biletini də alım, otelini də tutum. İstirahət elə, qayıt git. Çəkmə, mənim ehtiyacım yox. Mən bundan sübut eləmək istəyirəm ki, mənim efirə ehtiyacım yoxdur. Efirin mənə ehtiyacı var. Yaxşı efirə ehtiyacım var. Ayzaurun efirinə. Efirlərin şahı, axşam efirinin şahı Ayzaurdur. Səhər efirinin şahı da Tolikdir. Kim nə deyir desin. Toliklə vuruşmuşuq da, qırışmışıq da, telefonda da nələr deməmişik, barışmışıq da. Ürəyini bilirəm. O eyni mən xəsiyyətdə adamdır. Dəlidir, doludur, amma düz danışandır. Bir gün əvvəl Vəfa Tolikin verilişində idi. Çox da mehriban münasibətləri var. Zaurdan da yaxındır Vəfa ona. Niyə eləmədi? Mənim adımı çəkib reyting tutardı da, qırdırardı da bizi bir-birimizə. Niyə eləmədi? Çünki adamın vicdanı var. Çünki adam fikirləşir ki, nə bu söz-söhbət Vəfaya baş ucalıq gətirmir, nə afətə. Mənə sual verirlər, Vəfadan verilişi tərk eləyirəm. Baxın YouTube'da. Vəfa sənə sual verilir, dur tərk elə verilişi. Çağırma, çəkmə mənim adımı. Üzürlü sayın. Bax belə, çox danışdım biraz, amma bunları deməliydim, sağollaşıram sizinlə. Tolik Vəfanın tərəfini saxlayır, düz eləyir. Yaxşı eləyir. O vaxtı mən də təzə başlayanda, pəncişeş mahnımı tutanda kimin üstünə çox gedirlər? Tolik həmişə onun tərəfini. Onda da mənim tərəfimiz. İndi də mənim tərəfimi saxlayır. Vəfa ilə mənim məhkəməmdə Tolik mənim tərəfimdədir. Bəli. Buradan deyirəm, yalanım varsa çıxsın desin. Tolik mənim tərəfimdədir. Tolik haqqın ədalətin həmişə tərəfində olur. Budur, sağ olun, çox danışdım. Yenə deyirəm. Buradan axırıncı sualım budur ki, Vəfanın fanatlarına. Gedin fikirləşin, Vəfaya sual yazın ki, afət düzdür, səhvdir, onları qoy qırağa, Vəfa düzdür, səhvdir, qırağa qoy. Çıxmısan efirə, afətdən niyə danışırsan? Deyəcəksən, sual verdilər. Afətə də sual vermişdilər, verilişi tərk elədi, çıxdı, getdi. Çıx, get. Nazərinə sual verdilər, danışmadı, dedi, bu barədə danışmıram. Çünki başı işləyir, bildi ki, söz-söhbət yarana bilər. Ona görə də bu məsələlərdə dostlar, mən özümü müdafiə edən tərəf olmuşam. Bundan da qalanda biz hamımız Azərbaycanlıyıq. Yenə mən böyüklük elib bunu demək istəyirəm ki, dayandırdı deyə dayandırdım. Dayandırmasa yer-yerindən oynayan video çəkmişəm. Yer-yerindən oynayan. Faktlarla çəkmişəm. Fakt. Faktı qoyub çəkmişəm. Bir dənə mıx gözləyirəm. Ondan sonra mənə deməyin ki, niyə belə oldu, niyə el oldu. Yaxşı? Döymə taxta qapımı, döyməyim dəmir qapını. Kim yaxşı qızdır, hə, olsun yaxşı qız. Mən də özümə görə yaxşı qızam. 1.250.000 podpişka ilə belə yığmamışam. Mən öz zəhmətimlə yığmışam. Bəziləri kimi puldan verib desinlər Xaçaturun xancalı var. Mən heç nə YouTube'umda saxta baxış aldım. Mən pul məziyyətlə qazanıram. Mən ayağımda verilişdə demişəm, şeyə qoymuşdunuz onu, trendə düşmüşdü. Kablukdan barmaqlarımın üstü mazul oldu. Siz inanırsınız, hamısı peşədən əmələ gələn şeylərdir. Mən bunlar kimi gedib bəzilər kimi fonoqramı. Hələ bir məsələ var.
fonoqrama gətirirəm. Sağ olsun bizim izləyicilərimiz mənim müraciətimdən sonra azaldıb onların toyları, o fonoqram oxuyanların vermirlər pul daha onlara. Dostlar, mənim adımı bu iki verilişdə çəkməsinlər. Ehtiyacım yoxdur. Sağ olun, sağlıqla qalın. Çəkərlərsə də məhkəməyə müraciət eləyəcəm, qadağa qoyduracam. Məni boş-boş xərcə salıb vəkillərə pul verdirməyin. Qoyun oturmuşuq oturduğumuz yerdə. Bir də mənim əslim köküm Təbrizdən də həmişə demişəm bunu. Danışmayın məndən. Gedin əsl kökü Təbrizdən yox, nə bilim Bakıdan, Şəkidən, oradan buradan olanlardan danışın. Qoy məni Təbrizdəkilər danışsın. Danışmayın məndən, xahiş edirəm.